Mərhəmətli və daim aşiq olan Rəbbimin adıyla. Axşamınız xeyirli olsun, əziz və hörmətli kitabsevərlər. Fevral ayının ilk günündə hər birinizi xoş gördüm. Bu enerjili dolu və bu mübarək gecələrdə hər birinizin sağlam, rahat və daxili aramlıqda olmağınızı uca və mərhəmətli Rəbbimdən diləyirəm. Psixospiritual inkişaf özünə qayıdışın 100 məqamı kitab mütaliəmizin 5-ci məqamı olan iradət mövzusundan və ya iradə mövzusunda bir mənəvi yolculuğa çıxmaq istəyəcəyik. Ümid edirəm ki, hər birimiz üçün faydalı olar. Bugünkü mövzumuz, yəni bu məqam özü təsadüfi deyil. Bu məqam həm də nə bir başlanğıcdır, nə də bir son. Bu məqam bir növ yola düşənin kim olduğunu bəlli edən bir nöqtədir. Çünki insan niyyət edə bilir, amma iradə etməyən yola çıxa bilməz. Adətimiz üzrə birinci növbədə məna edəcəyik ki, baxaq görək iradə və ya iradət lüğətdə və istilahi mənalarda necə gəlib. Çünki bəzən bizim başa düşdüyümüz kimi olmaya bilir. Yəni kəlmələr öz həqiqi mənasından zaman çərçivəsində və yaxud da coğrafi, milli, mənəvi və yaxud da mentalitet səbəblərindən ola bilər ki, öz həqiqi mənasını müəyyən qədər dəyişmiş olsun və bizim də zehnimizdə, sanki düşüncəmizdə fərqli bir modeldə qalsın. Ona görə istəyirik ki, baxaq görək bu günləri, hansı ki bizim 100 məqam mənəvi inkişaf, psixospiritual inkişaf mövzusunda nəzərdə tutduğumuz meydanda keçən iradə nə deməkdir? Adətən bunu baxıb görürük ki, lüğətdə istəmək kimi, yönlənmək kimi, qərar vermək kimi, niyyət etmək kimi də baxıb görürük ki, qarışdırılır. Lakin iradət bir şeyi arzulamaq deyil. İradə hər hansısa bir istəyin, niyyətin yol halına salınmaqdır. Bir növ yola düşməkdir. Bəzən biz hər hansısa bir şeylərə niyyətimiz var, amma hələ yola çıxmamışıq. Bu kəlmədən çox istifadə edirik ki, inşallah, inşallah eləyərik, inşallah eləyərik. Bu sözün kəlmənin mənasına baxanda in yeşə kəlməsindəndir. İn yeşə kəlməsi nə deməkdir? Məsələn, marağı olan yoldaşlar gedib araşdıra bilərlər ki, in yeşə nə deməkdir? Onu da istək mənasına gətirirlər. Bir də var iradə və ya yuridu kəlməsi ilə kökündən gəlir. Bu artıq daha dərin mənadır. Yəni bir istəmək var, mən hələ oturmuşam yerimdə, hələ bir hərəkət eləmirəm. Bir də var, mən iradə eləmişəm, yəni çıxmışam yola, hər hansısa bir istəyim üçün. Məsələn, artıq ayaqqabılarımı giymişəm və hazırlaşmışam ki, düşəm yola. Bu iradə həmin mövzudandır və ona görə də həssas mövzulardandır. İnanıram ki, bugünkü görüşümüzdə bir çox hazırki dünyəvi suallarınıza cavab tapa biləcəksiniz. Ki, bu günləri niyə mənim istəklərim var, amma bu istəklərim həyata keçmir və yaxud da həyat sanki acı davranır mənimlə. Sanki mənə rəhm eləmir bu dünya. Yəni bu iradə mövzusu, bu iradə nuru bu meydanda, bu məqamda Rəbbimdən diləyirəm ki, üzərimə öz nurun, öz işığını saçsın. Həm də biz üçün aydınlaşsın ki, niyə bir çox hallarda mən istəklərimlə eyni istiqamətə düşə bilmirəm. Və belə olan halda həmçində bu o deməkdir ki, biz bu iradə mövzusunu dərk etsək, bu dünyanın ədalət prizmasında olduğum və yaxud da biz ki, Yaradandan danışırıq, Rəbdən danışırıq, hər şeyin mənşəyi odur və ona ədl sifəti verdik, ədalət sifəti verdik. Bu sifəti də başa düşmək bizim üçün rahat olacaq. Biz iradə mövzusunun psixoloji termində communicate attention deyirlər, ACT terapiyada, acceptance and commitment terapiya növündə. Və yaxud da self-regulation, yəni özünü idarə etmə və yaxud da məqsədin və ya məqsədlərin şəxsiyyətə çevrilməsi mövzusu. Bilirik ki, hazırki vəziyyətdə, hazırki olduğumuz yerdə hər birimiz üçün müxtəlif dünyalar var. Nə deməkdir bu? Yəni, sanki bəziləri üçün eyni şəhər, eyni bölgə, eyni dövlət başçısı, eyni rəhbər, yəni mənimlə hələ aşağı-yuxarı eyni yerdə yaşayanlar, amma fərqli-fərqli təcrübələr əldə edirlər. Fərqli-fərqli sanki bu dairələrin içərisində, o dünyaların içərisində əldə etdikləri, götürdükləri, təcrübə etdikləri, yaşadıqları fərqlidir. Özünüz də yəqin ki, bunu görərsiniz, fərqinə vararsınız. İradə mövzusu və ya iradət mövzusu həmin o dairələri, həmin o dünyaları bizim üçün yaradan, hazırlayan bir sistemdir. Qərarlarımızın bizim sinir sistemində, davranışımızda və gündəlik seçimlərimizdə kök salmasıdır. Və təsadüfi deyil ki, biz ilk məqam olaraq başladığımız yol ki var idi,
Başladıq bundan ki, tövbə məqamı, yəni yanlışlardan, davamlı yoldan uzaqlaşırdıq və geri dönmək haqqında danışdıq ki, bir növ şuurun oyanması idi. Psixoloji dildə biz buna deyək ki, fərqinə varmaq, insight, oyanmaq. Daha sonra mürüvvətdən danışdıq ki, əxlaqi və etik cəhətdən düzəlişlər verək, daxili nəcibliyimizi yaradaq və bir növ dəyər əsaslı sosial münasibətimizə və həyatımıza bir düzən verək. Daha sonra inabətdən danışdıq ki, üzünü hər zaman haqqa doğru çevirmək, həmin o maqnetik sahəni gözəlliklər yönündə saxlaya bilmək və icazə verməmək ki, həmişə yayınsın, həmişə çıxsın. Bu arada deyirdik ki, bir növ daxili loksun dəyişməsi idi ki, biz sabit bir nöqtədə saxlaya bilək. Sonra biz fütuvətdən danışdıq. Qeyd elədik ki, azadlıq mənasındadır, cavanlaşma mənasında daxili bir haldır ki, asılılıqlardan bizi uzaq edir. Daxilimizdə bir muxtariyyət yaradır və elə ki, insan azad seçim edə bildi, cavan halda həyatına davam edə bildi, qərardır ki, biz orada qalmayaq ki, qərardır ki, yola düşək. Bu iradət həmin o qeyd elədiyim niyyətlə, istəkdən fərqlidir. Burada biz istəyirik ki, yola düşə bilək, yəni artıq bu mənəvi yüksəliş yolunda, psixospiritual inkişaf yolunda addımlar ata bilək. Hələ bizim həmişəki kimi istəklərimizdə, arzularımızda, xəyallarımızda qalmasın. Artıq həyata keçirə bilək. Və yaxud da ən azından bunun fərqinə vara bilək ki, hazırki şəraitimi günahlandırmayam digərlərinin. Yəni bir növ bu iradə mövzusu bizdə həll olsa, biz də başqalarının yaxasını buraxacağıq. Artıq biləcəyik ki, mən nəyəmsə, bu kainatda, bu dünyada, ətrafımda baş verən hadisələr də buna uyğun mənimlə davranır. Bunun üçün Şeyx Ənsaridən və ya digər irfan üstadlarından da istifadə eləyərək, həmçinin müasir psixologiyada da bu nöqtəyə işarə olunan məsələlərdən istinad gətirəcək ki, baxaq görək bu iradə mövzusu hansı sütunları var, hansı prinsipləri var və görəm ki, mən bugün hardayam və inkişaf etmək üçün hansı mərhələləri keçə bilərəm. Bunun fərqinə varanda insanda agahlıq, aydınlıq yaranır və bu agahlıq və aydınlığın da nəticəsində daxili sülh və aramlıq yaranır. Şeyx Ənsari rəhmətullah bu mövzuya başlamadan öncə maraqlı bir ayə gətirir Qurani-Kərimdən. Ayə belədir ki: "Qul kullun ya'malu ala şakilətihi." Onlara de ki, hər kəs öz daxili formasına, öz daxili şakilə kəlməsini işlədir də burada. Şakilə yəni forma, struktur, baş verən hadisələr. De ki, hər kəs öz daxili formasına, şəkillərinə uyğun hərəkət edir. Burada bir kəlmə də var, deyir, de, hər kəs kullun. Bir kul var, kul həmin bu ekosistem, həmin bu kainat, həmin bu nəzm-u nizam, bu nizam intizam ki var dünyada və bu nizam intizam da çox dəqiq işləyir. Deyir, bu kul, bir kul var, bir cüz var, elədir. Bu bütöv qeyd elədik ki, həmin bu kainat əməl edir, yəməlu əməl edir. Nəyinə əməl edir? Əməl edir sənin istəklərin, sənin iradə. Əlbəttə burada istək kəlməsi gətirmir. Sadəcə olaraq Şeyx Ənsari iradə mövzusunu başa salmaq üçün bu ayədən istifadə edib. Ona görə qeyd elədim ki, çox maraqlıdır. Və danışığımın əvvəlində ki, işarə elədiyim iki kəlmə haqqında bir yaşa kəlməsi, hansı ki biz demək olar ki, dilimizdə çox istifadə edirik, inşallah kəlməsi. İnşallah eləyərəm, inşallah gətirərəm, inşallah belə, inşallah elə. Kəlmənin kökü yaşa kəlməsindədir, yaşaya kəlməsindəndir. Bir kəlmə də var, yuridu, iradə kəlməsindəndir. Bunlar bir-birindən tamamilə fərqlidir. Mənim də bu neçə illər ərzində mütaliələrim xüsusilə bu mövzudakı niyə başımıza bu işlər gəlir? Birinci belə öz həyatımdan bağlı ki, məsələn 2017-2018-ci illərdə xüsusilə bu mövzu mənim üçün ən aktual mövzulardan idi. Araşdırırdım, gecə-gündüz mütaliə edirdim. Sanki tapmaq istəyirdim bu həyatın kilidini aça bilən bu qufulu özüm üçün ki, niyə belədir? Həmin vaxtı araşdırdığım mövzulardan biri də, yəni rast gəldiyim mövzulardan biri də həmin bu kəlmələrdir. Yaşa kəlməsi və uridu kəlməsi. Harda yaradan Qurani-Kərimdə məsələn söhbət edir inşaallahdan və ya həmin o yaşa kəlməsindən və yaxud da uridu kəlməsindən, onun kənarında kimlər ki maraqlı olacaq, gedib araşdıracaqlar, buna rast gələcəklər. Yəni bunun əvvəlində və yaxud da sonrasında bu kəlməni rastlaşacaqlar. Bima qəddəmə əydihim. Deyir ki, bu kainat məsələn deyək, sizin üçün iradə elədi və yaxud da sizin üçün yaşa, istədi. İstər yaşa kəlməsindən, istər uridu kəlməsindən istifadə edəndə işarə edir ki, o cür davranır ki, bima qəddəmə əydihim. Öncədən yolladığınız formada
ki bu ayə ki Şeyx Ənsari gətirir, kullun yə'məlu əla şakilətihi, həmin o kul, həmin o ekosistem, həmin o nəzm, intizam əməl edir sənin formana, şəklinə uyğun. Bir növ orada da deyir ki, bima qəddəmə əydihim, sənin öncədən göndərdiklərin sənə qayıdır və ya sənin öncədən göndərdiyin kimi səninlə davranılır. Bu çox önəmli bir faktordur ki, biz düşünək, biz nə yollayırıq öncədən? Biz əməldən öncə, davranışdan öncə nə yollayırıq? Gəlib çatırıq həmin bu iradə mövzusuna. İradə mövzusu ona görə vacib məsələdir ki, biz sülhə çata bilək özümüzlə və ətrafımızla. Bütün bu yerində addımlamalarla, yerində saymalarla, təqsirləndirmələrlə, bunların hamısından əl çəkə bilək, başa düşək ki, baş verən hər nə varsa nəzm və nizam üzərindədir. Mən nəyəmsə, bu kainatda mənəm o cürünə hadisələrlə, insanlarla, şəraitlərlə mənə davamlı olaraq qarşıma çıxaracaq. Və burada olan həmin o bu ayədə ki, kullun yə'məlu əla kulli şakilətihi, buradakı həmin o şakilə ki, qeyd elədim, formadır, sənin və ya da psixoloji dillə desək, şəxsiyyətinin strukturudur, zehni sxemindir, dominant olan niyyətlərindir və dərində kök salmış, sənlə davamlı olaraq üzərində qaldığın niyyətlərindir. Bizim bir arzu istəklərimiz var ki, gün ərzində istər verdiyimiz qərar olsun və ya da istəklərimiz olsun, gün ərzində minlərlə istəklər ağlımızdan keçir, müxtəlif formalarda. Mən bunu məsələn self-esteem təlimimizdə adlandırmışam qığılcım. Bir çaxmaq daşından çıxan qığılcım ki var, daşı daşa vursan qığılcımlar çıxır, ona bənzətmişəm mən. Havada şəraiti küləklidirsə, yaşdırsa, nəmdirsə, heç vaxt o qığılcım sənə alov və atəş verməz. Yəni bir dəfə qığılcım çıxmaqla verməz. Elə ki davamlı olaraq biz o çaxmaq daşını vırdıq, çevrilir olur inam və ya iman. Və bu inam və iman çevriləndə olur həmin o iradə və bu iradədə yola çıxmaqdır. Artıq o istəklərin yönündə hərəkət etməkdir ki, o da həmin o qığılcımlardan yaranmış bir dənə məşəldir. Hər birimiz bu dərsin həm hazırda dinləyərkən və ya daha sonra təkrarını dinləyərkən öz həyatınızda baxın, görün, hazırda mənim yandırdığım məşəl mənim istəklərim yolunda məni hərəkət etdirir ya yox? Yəni hazırda olduğum şərait məni məmnun edirmi? İstər iqtisadi baxımdan, istər sağlamlıq baxımından, istər mənəviyyat baxımından, istər münasibətlər baxımından, istər əyləncə baxımından məni nə qədər rahat edir? Əgər rahat etmirsə, deməli bizim həmin o şakilə deyilən, həmin o daxili forma və strukturumuzda bir şeylər var ki, baş verən hadisələr ki, zahirdə mənim istəyimə, meylimə uyğun deyil, o əslində mənim içimdəkinə uyğundur. Yəni mənim içim sanki bir güzgü qarşısında dayanıb, gördüklərim hamısı onu mənə yansıdır. Başqasını deyil, məndədir o. Ona görə iradə mövzusu həm də bizə kömək olacaq ki, əgər bu üsulları və prinsipləri keçə bilsək, həm baxaq görək ki, hardan başlayır bu məsələlər və necə edə bilərik ki, iradə mövzumuzu, o məşəlimizi elə bir istiqamətdə aparaq ki, elə eyni ilə mənim öz istədiyimdir. Elə mənim o aramlıq tapdığımdır, mənim rahatlıq tapdığımdır. Və bu mövzunun sağlam həyat tərzi ilə də əlaqəsi var ki, iradəti olmayan insan zehni həmişə yorğunluq içərisində olar, həyatında davamlı xaos olar, çox istəkli, amma az hərəkətli, az progresli, az addımlı olar və bu da səbəb olar ki, stres və bu çarx, stres fırlansın, zehni yorğunluq gətirsin, həyatında xaos baş versin və bu eyibli, məyyub çarx davamlı zəncirvari sanki bir-birinə təsbehin dənələri kimi bağlanıb bizi öz başımıza fırlatsın. Amma iradəli insanlarda enerjisini düzgün paylamağı bilir, daxili sakitliyini qazana bilir, məqsəd yönlü yaşaya bilir. Yəni içindəki ilə qıraqdakı yaşantıları üst-üstə düşdüyündə onda məmnunluq hissi yaranır, onda rahatlıq hissi yaranır və onda razılıq hissi yaranır. Və iradət bu insanlarda məxsus olur ki, özü ilə daxildən və dünyası ilə sülhdə olsun. Ənsari bu mövzunu 3 bölgüdə gətirir və başlayarkən kitabın orijinalında qeyd edir ki, iradə mövzusu fütuvvətdən doğar, fütuvvətdən meydana gələr. Fütuvvət nə idi? Xatırlayaq, unutmayaq o mövzunu. Azadə yaşamaq idi. Davamlı olaraq özümüzü cavan saxlamaq idi. Yəni qocalmağa, nəinki yaş baxımından yox, hal baxımından qocalmaqdan saxlaya bilək özümüzü.
özümüzü xüsusi bir eşqdə, xüsusi bir motivasiyada, progreslikdə saxlaya bilərik ki, bizə həyat eşqi versin, bizə rahatlıq versin, bizə istəklərimiz yönündə səy göstərməyi versin, azadcasına, aslı olmadan, bağlı olmadan, söykənmədən. Deyir ki, bu iradə deyir fütuvvətdən doğar. Və bunun üçün bizə bir növ addımlar verir və birinci məsələsini gətirərkən qeyd edir ki, birinci dünyaya qarşı ixlaslı olanlar, yəni sırf və saf, xalisanə dünyavi iradət mövzusu. Axirətə olan iradə və haqqa olan iradə. Bu üçlüklə bölür bilsin mövzunu və qeyd edir ki, iradə 3 cümlədən ibarətdir orijinalda. İradə-i məhzin bir neçə ayələrlə bizə istinadlar verir. Məsələn, gətirir, minkum min yuridud dunya, turiduna ərzət dunya, mən kana yuriduna hərisud dunya, min kana yuridul acilətət dunya, min kana yuridul həyatət dunya və zinətəhu. Bu ayələrdə sözünüzlə daha sonra araşdırsanız ki, yuridu kəlməsi haqqında, görəcəksiniz ki, işarələr olunur bu yuridu kəlməsi ilə ki, məsələn deyir ki, ancaq dünyanı tələb eləyərlər. Həriscəsinə dünyaya bağlı olarlar. Və min kana yuridu acilə. Acilə yəni tələsik. Bəzən insan bu dünyanın xasiyyətlərindən danışırıq da biz. Dünya deyəndə irfani dildə və xüsusilə Ənsarinin ədəbiyyatına baxanda, dilinə baxanda buradakı dünya maddi istəklərdən gedir. O maddi istəklərdən gedir ki, tez xarab olur, tez əldən gedir. Bir növ dünyanın dünya mənasından, dünyanın bir mənası da ən aşağı deməkdir, ən alçaq deməkdir. Səviyyə və etimad baxımından. Deyir ki, dünyanın artması üçün dininin azalmasına razı olmaq. Burada din mənası da şəriət mənasında deyil. Yəni bizim başa düşdüyümüz şəriət mənasında deyil, xüsusilə irfan və mərifət yolunda din kəlməsi keçəndə insanın daxili inkişafına işarə edir. Bir yoldan danışır ki, o yolda sənin ruhunun inkişafı yatır. Yəni bunun şəriət dinləri ilə, məzhəbləri ilə əlaqəsi yoxdur. Çünki mərifətdə hikmət üsulu ilə gedir və hikmət üsulu din və məzhəblərdən uzaq olur hər zaman. Yəni çalışır o dairəyə düşməsin. Burada din deyəndə, yəni dünyanın artması üçün dinin azalmasına razı olur və gətirdiyi, istinad elədiyi ayələrdən də görürük ki, bir sıra işlər var ki, və ya bir sıra hallar var ki, iradələr var ki, davamlı olaraq tələskənlikdədirlər. Tez bunu eləyim, tez onu eləyim, tez onu eləyim və heç vaxtda çatmırlar ona. Baxa bilərik öz həyatımıza ki, nə qədər gün ərzində beləyəm, neçə aylardır, neçə illərdir sanki qaça-qaçdayam, qova-qovdayam, bütün işlərimdə. Və günün sonunda da sanki bir, elə deyək, dərdimə də dərman olmur heç bu qaça-qaç, bu qova-qov, bu əcələ etmək, bu acilə kəlməsi gətirir. Baxırsan ki, bir sıra insanlar var, məsələn bunu mən davamlı işarə edirəm, zamanının çoxunu sərf edir siyasi mövzuların mübahisəsinə və yaxud da xəbərlərdə bunu izləməyə. Nə qədər faydası var? İllərlə baxmısınız, nə qədər faydası olub sizə? Həmin o iradə mənasını ki, əvvəldən qeyd elədik, bir növ bizim daxili strukturumuzdur. Onu metafor olaraq bənzətdim mən məşələ, yəni davamlı olaraq nəyin üzərində niyyətimiz varsa, nəyi istəyiriksə, onu bənzətdik bir qığılcıma. Elə ki, davamlı o qığılcımlar vuruldu və çevrildi oldu məşəl. Yəni mən davamlı olaraq nəyin dalıcınam, hansı mübahisələrdə iştirak edirəm? Fərqi yoxdur bu dinlər, məzhəblər arasında olan çeşmə-çeşləri olsun, kiməsə nəyisə sübut eləmək olsun və yaxud da dünyəvi, iqtisadi, siyasi məsələlər olsun ki, davamlı olaraq düşmüşük bunların dalıcan ki, güya nəyisə həll eləməyə çalışırıq. Baxaq güya həll olubmu həyatımızda nəyisə? Nəyisə mənə rahatlıq gəlibmi? Yoxsa elə doğrudan da dünya işlərimin çoxsunu sərf eləmişəm, həmin o daxili aramlığımı ki, daxili rahatlığımı, razılıq hissimi qurban vermişəm bunun üçün. İzahında yazmışam da, maddi rahatlıq naminə mənəvi dəyərləri geri plana atmaq. Maddi rahatlıq bu günlər nələrsə, bəzən bu komfort zonasında qalmaqdır, izləməkdir, lazımsız və faydasız mövzuları və xərc edirsən, öncəki mövzularda da buna işarə elədik ki, hətta uzun ömrümüz olsa belə, qısa bir zaman çərçivəsində bu dünyadayıq və bunu xərcləyirik. Nəyə xərcləyirik? Baxaq görək bunu, harda xərcləyirik biz? Dünyəvi saf iradət mövzusunun ikinci izahında gətirir ki, müsəlman dərvişlərdən üz çevirmək. Burada müsəlman dərvişlər gətirəndə nəyi qəsd edir Şeyx Ənsari? Müsəlman dərviş deyəndə cəmiyyətdə bəzi kateqoriyalı insanlar var ki, heç bir statusu yoxdur. Sadə bir vətəndaşdır. Təslim olub
öz qədəri ilə yaşayan bir insandır və adına dərviş deyir bunu. Bəzən bunu maddi baxımdan, maddi imkanları aşağı olan kateqoriya insanlardan hesab edir Şeyx Ənsari. Bəzən elə heç bir statusu olmayan, heç bir vəzifəsi olmayan sadə bir adam kimi təmsil edir. Biz davranışlarımıza baxanda görürük ki, istəyimiz həmin o istək iradə mənasında, yola düşmək mənasında. İradəmiz bu yöndədir ki, istəyirik elə adamlarla oturaq, qalxaq, münasibət saxlayaq ki, nəsə bir status olsun, nəsə ondan mənə bir xeyir gəlsin, öz misalımı çəkim. Məsələn, məni təlimlərə dəvət eləsin, məni nə bilim seminara dəvət eləsin, nə bilim kitabımın satışında mənə kömək olsun. Yəni elə adamlar gəzirəm ki, ancaq bəlli bir statusları olsun ki, oradan bir mənfəət əldə eləyəm. Amma harda sadə, saf, heç bir mövqeyi olmayan, sadə sıravi bir insan görsəm, dərhal uzaqlaşmaq istəyirəm. Bu günləri baxıb görsə ki, cəmiyyət ümumiyyətlə bu formada davranır. Elə deyil, nə qədər müşahidə eləmisiniz siz bunu? Nə qədər müşahidə eləmisiniz ki, qaçırlar elə bil həmin o dərvişlərdən, həmin o heç bir statusu olmayanlardan. Amma sizə bir həyat qanunundan deyim, əgər Rəbbim icazə versə, nə vaxtsa həmin mövzuda danışsam, çünki bu iradə mövzusu həyat qanunları mövzusu ilə birə-bir üst-üstə düşür deyə bunu qeyd edirəm. Danışığımın əvvəlində ki, qeyd elədim, 2017-2018-ci illərdə mənim öz həyatımda axtarış dönəmi idi, bir daxili doyumsuzluq idi ki, tapmaq istəyirdim içimdə baş verənlərin, qıraq dünyada baş verənləri. O illər ərzində yüzlərlə müvəffəqiyyət kitabları davamlı şəkildə oxuyurdum. Yəni ardıcıl şəkildə, kəsmədən. Hər günüm demək olar ki, bu kitabları mütaliə eləmək idi. Onların ortaq nəticəsi, onların ortaq bir növ şirəsi bu idi ki, heç bir uğurlu insan bu niyyətlə ki, başqası ilə dostluq eləyim ki, ondan mənə xeyir gəlsin, yəni başlıca niyyəti bu olsun, heç birinin həyatında buna rast gəlmədi. Çox maraqlı bir şey idi. Yəni hər biri, bütün müvəffəq olan insanlar öz yollarında olublar. Heç fərqinə varmayıblar ha. Kim kimdir, kim nəçidir. Və bu da o demək deyil ha, mənim belə deyək də statuslu, mövqeyli, yaxşı vəzifədə olan dostlarım olmasın. Bu o demək deyil. Yəni körpüyün bir tərəfindən düşməyək. Yəni burada qeyd elədiyimiz budur ki, sanki mənim davamlı olaraq puskuda dayanmışam ki, baxam görəm kimin mövqeyi yaxşı bir mövqeydəsə, mən gedəm dərhal bununla dostluq eləməyə çalışam ki, nəsə əldə eləyəm, nəsə mənfəət əldə eləyəm. Bu başqa bir şeydir. Bir də var, mən öz yolumdan gedirəm. Təbii ki, bu yolda nə gözəl ki, insanın yaxşı səviyyəli dostlar olsun. Bu çox gözəl bir şeydir. Bu o demək deyil ki, o mövqeyisi, postu, statusu olan insanların üstünə xətt çəkmək istəyirik. Bu hissəsini diqqətlə qulaq asaq ki, biz neysə nəfi ediriksə, neyinsə nöqsanlı olduğunu bildirmək istəyiriksə, digər bir məsələnin problemli olduğuna işarə deyil bunlar. Yenə də bizim öz daxili iradəmizdən işarə edirik ki, bütün istəklərimizi ancaq dünya qazancına, rahatlığına, statusuna, maddi nəticə üzərində qurmağa çalışmayaq. Psixoloji cəhətdən də bunun olduqca problemləri var ki, empatini azaldır insanda və egonun 3 mərhələsi ki var və həmçinin biz başa düşəcəyik ki, ego və self anlayışı Jungun nəzəriyyəsində ego nədir və self anlayışı nədir? Ego həmçinin, yəni digər ikinci bir mənası da, hansı ki egoist kəlməsi buna daha çox uyğundur, mənəmçilik, yəni məniyyət anlayışı formasında biz nəzərdə tuta bilərik. Yəni məniyyəti mərkəzə qoymaq. Self mövzusu isə özlük anlayışıdır. O daha dərin bir məsələdir ki, adətən o self anlayışı nəfs kəlməsi ilə üst-üstə düşür. Nəfs kəlməsi də həmişə pis deyil. Nəfs iki baxımdan var. Bir nəfs var, ziyankar və yaxud da dünyavi və yaxud da qaranlıqlara davamlı meyl edən, həmin o kölgə anlayışı. Bir nəfs də var ki, bunlar hər biri Qur'anla da uyğun gəlir. Bir nəfs də var, bərabərdir hələ gözəlliyin, yaradanın özünə. Yəni iki növ nəfs anlayışı var. Burada keçilən ego kəlməsi ki var, məniyyət kəlməsi, yəni insan özün qoya ancaq mərkəzə ki, bütün münasibətlərini də o yöndə aparmağa çalışa ki, mənə nəsə fayda gəlsin. Bu dünyəvi iradənin 3-cü izahında buyurur ki, ehtiyacları dünyavi istəklərlə istəmək Mövladan. Mövla, yəni bu adamın ancaq duası, fikri, zikri ancaq dünyəvi istəklərdir. Və bu dünyəvi istəklər də xasiyyəti və xüsusiyyəti ki, yuxarıda qeyd elədim, həriscəsinə, tələskəncəsinə, duanın özü də necə olmalıdır haqqında gərək biz bir dəfə danışaq. Düşünürəm ki, bizim hədəflər təlimində və ya psixoloji müzakirələrdə buna işarə eləmişdim. Duanın özü də bir elmdir. Necə dua etməliyik? Baxırsan, görürsən ki, ancaq duaları budur ki, istəmədiyi şeyləri dua eləyirlər. İlahi, məni aclıqla imtihan eləmə. Məni özündən başqa heç kəsə möhtac eləmə. Elədir.
Nə qədər eşitmisiniz bu duaları və yaxud da özünüz də demisiniz bu duaları? Yəni dualarımız belə istəklərimiz yönündə deyil. Diqqət eləmirik əslində nə dediklərimizə. Abraham Maslow'un ehtiyaclar piramidasının yoldaşlar bilirlər, təlimlərimizdə iştirak edən yoldaşlar. Abraham Maslow'un ehtiyaclar piramidasında o fizyoloji və bioloji ehtiyaclar ən fundamental səviyyədə olan ehtiyaclardır, elədir. Biz o ehtiyacları hələ bu dünyada gəlməyimizlə haqq eləmişik əslində. Yəni əgər ətrafımızda olan bitkilərə, güllərə, çiçəklərə, canlılara, heyvanlara, quşlara baxsaq, görərik ki, neysə bir qida əldə etmək üçün qeyri-adi bir efor sərf eləmirlər. Yəni sanki onların türklər demiş, doğal haqqıdır ki, təbii bir haqqıdır ki, əgər bu dünyada varlarsa, bu dünyaya gəliblərsə, o ibtidai və bioloji ehtiyacları bu kainat onsuz da qarşılayacaq. Lakin bəzən bu dünyavi iradət üzərində fokuslanmış düşüncə tərzi, daxili struktur forması, dünya istəkləri üzərində iradəsi fokuslanmış insanlar ancaq istəkləri və niyyətləri, duaları bu mövzulardadır ki, həmin o bioloji ehtiyaclar. Və adətən də əksini istəyirlər. Yəni, yenə deyə bilərlər ki, məsələn, məni zəngin elə, bu başqa bir kəlmədir. Yəni, cümlənin tamamlığı, yəni istədiyin kəlmə sənin də istədiyindir. Amma bu kəlmə ki, məni möhtac eləmə, bu sənin istəmədiyin bir duadır. Möhtaclığı istəmirsən və ona qarşı dua edirsən. Bir növ əksin dua edirik əslində. Bilmirəm, bu qısa izahımda nə qədər yoldaşlar başa düşdülər. Bu mövzuda özünüz də araşdıra bilərsiniz. Əgər ola bilər ki, həçansa bir psixoloji müzakirə görüşlərimiz olsa, çalışan daha geniş bu haqda izahatlar verəm. İkinci iradə mövzusunun ikinci strukturu axirət yönümlü olan istəklərdən danışır. Yəni bir kateqoriya, bir daxili strukturda var ki, bəzi insanlar ki, onların iradələri axirət yönümlüdür. Yəni dinini, din qeyd elədik nədir burada? Din burada bir yoldan danışır ki, bizim daxili aramlıq, ruhi inkişaf, mənəvi inkişaf, səmavi inkişafımızdan, sağlamlığımızdan danışır bu. Deməli, həmin o inkişafın, ruhi inkişafının salamat qalması üçün, sağlam qalması üçün dünyanın azalmasına razı olmaqdır. Yəni, sanki bu dünyadan xərcləyir ki, o səmavi ehtiyaclarını əldə eləsin. Hansı ki, sizlər kimi. Bu günlərdə bir ovuc insan yığılıb bura və ya daha sonra bu mövzuların üzərində düşünən, fikirləşən insanlar ki, bu zamanların, ömürlərinin, bu dəqiqələrin xərcləyirlər ki, mənəvi bir aramlıq, mənəvi bir rahatlığa çatsınlar. Nəinki gedən baxam, görəm xəbərlər nə deyir, sosial mediada başlayam yuxarı aşağı eləməyə və bu zehində davamlı müzakirələr və mühakimələr eləsin ki, ya yaxşı tərəfdən, ya pis tərəfdən ki, əşi bunlara bax, əşi bunlara bax. İkinci xüsusiyyəti bir axirətə iradəsi olanların, həmin o yuxarıda qeyd elədiyimiz o dərvişlər ki var, dünya xüsusiyyətli insanlar bulur ki, onlardan qaçır. Bu onun tam əksidir. Bu odur ki, gedər onlardan ünsiyyət qurar və onlardan yaxınlıq eləyər. Yəni, onlardan dostluq eləməyə, onlara mərhəmət göstərməyə çalışar, onlardan qaçmaz. Həmin o iddiasız, egosuz insanlardan bir birlik yaradar, oturub onlarla. Hansı ki, yəqin özünüz də mütaliələrinizdə eşitmişsiniz ki, ümumiyyətlə, əxlaqi mövzularda bu tövsiyə olunur ki, heç bir statusu olmayan, heç bir mövqeyi olmayan o insanlardan qaçmayasan və onlarla həmneşin olasan, onlarla həmsöhbət olasan. Üçüncüsü, ehtiyaclarını yaradandan axirət yönümlü istəmək. Deməli, tam yuxarıdakının əksi mövzusu. Yəni, bunun da istəkləri axirət yönümlü istəkdir. Burada keçən axirət kəlməsi elə bax indiki zamana aiddir. Axirət kəlməsi nəinki haçansa olacaq deyil. Axirət kəlməsi elə bax bu dəqiqədir. Bu nəyə əsasən deyirəm mən? O ki, danışığımızın əvvəlində yuridu və inşallah kəlməsindən ki, işarə elədim və qeyd elədim sözün məsələrindən ki, yoldaşlar araşdırma etsinlər və vurğuladım ki, bu ayələrdən danışarkən kənarında deyir ki, bima qəddəmə əydihim, nələr yollamışsınız? Öncədən yolladıqlarımız nədir? Əvvəl bunu açım sizin. Ayə bundan danışır ki, siz nə əldə edirsinizsə, o şeyləri əldə edirsiniz ki, öncədən yollamışsınız. Biz öncədən həmin bu iradə mövzusunu yollayırıq. Bu iradə mövzusunun əvvəli də fikir və niyyətlərdən başlayır. Əvvəl hər hansı bir fikir bizim zehnimizdə formalaşır. Ondan sonra hansı fikirlərin üzərində davamlı qalırıqsa, bizim fikrimiz, zikrimiz ancaq onda qalırsa, bizim atalar sözümüzdə də var ki, deyir ki, nə deyirik biz? Deyirik ki, ağlıma gələn başıma gəldi. Eşitmişsiniz də bunu? Ağlıma gələn başıma gəldi. Yəni, o fikirlər ki, davamlı mənim başıma gəlir, ya mən bunu kontrol eləməliyəm, yəni boş-boş mənim ağlıma gəlmir ki, mən nəyəmsə, nəyi fikirləşirəmsə, nəyin fikrində, zikrindəyəmsə, ağlıma da o gəlir və ağlıma gələn də başıma gəlir. Hətta bizim öz atalar sözümüzdə, atalar deyimimizdə. Və yaxud da bunun silsiləvi, məsələn, izahı var ki, baxdıqlarınıza diqqət et ki, onlar sizdə fikirlər yaradar. Fikirlərinizdən ehtiyat et ki, onlar səndə
iradə və istəklər formalaşdırır. İradə və istəklər sənin danışığına səbəb olar. Danışdığın şeylər səndə feillərə səbəb olar. Yəni davranışlara səbəb olar. O davranışlara görə də kainat sənə hökm kəsər. Belə bir silsilə bizim ümumiyyətlə rəvayətlər və hədislərimiz də var hətta. Yəni bir növ ayədə ki deyir bir müqəddəmə əydihim nələr ki öncədən yollamısınız. Öncədən yolladığımız həmin o biz hansı istiqamətdəyiksə, gecə-gündüz hansı fikirdəyiksə, nəticə etibarilə mənim zehni strukturum, şəxsiyyət tipim, daxili məniyyətim nə olubsa, artıq bir güzgü rolu oynayır bu kainat, onu bizə göstərir, onu bizə yamsılayır. Buna görə mən qeyd elədim ki, iradə mövzusu həssas mövzudur və bu günləri bir çox suallarımız həll ola bilər ki, niyə həyatım bu cürdür hal-hazırda? Niyə mənim günüm, güzaranım bu dəqiqə belədir? Hər birimiz sanki xüsusi bir dairələrin, titrəşim sahələrinin içərisində yaşayırıq. Eyni şəhərdə, eyni ölkədə, eyni dünyada, amma fərqli şeylər təcrübə edirik. Hətta bəzən bir evin içərisində görürsən ki, bir bacının halı yaxşıdır və yaxud da bir qardaşın halı yaxşıdır, o birisinin halı xaos içindədir, stres içindədir, narahatlıq içindədir. Halbuki eyni evin içində yaşayırlar. Hətta bəzən eyni mühitdə olsalar belə. Çünki hər birimizin xüsusi bir yaşadığımız iradə halı var. Yaşadığımız bir iradə halı var ki, bu dünyada bizə nə iksə onunla bizlə müamilə eləyir, onu bizə qaytarır. Elə ki, axirət kəlməsini nəzərdə tuturuq, biz elə bilirik ki, nə vaxtsa baş verəcək. Yox, elə indi, bax bu dəqiqə. Bir əvvəl var, hansı ki biz yollamışıq. Yəni davamlı yollayırıq. Biz də əldə edirik. Nəyi əldə edirik? Yəni rastlaşdığımız hadisələr. Hər biri bunların an içərisində, hal içərisində, yəni bu dəqiqə baş verir əslində. Axirət elə deyəndə biz elə bu anı nəzərdə tuturuq ki, biz bu an yollayırıq və bu anda əldə edirik. Yəni oturub gözləməyək ki, axirət deyəndə burada nəsə söhbət cənnətdən, cəhənnəmdən gedir. Xeyr, söhbət elə bizim anımızdan gedir. Bu ləhzəmizdən, bu vəziyyətimizdən gedir ki, qərardır ki, mənim hazırki halım ümid dolu olsun, sevgi dolu, mərhəmət dolu olsun. Qərardır ki, mənim indiki halım inkişafa meyilli olsun. Bu kateqoriyanın insanları hansı ki saf və xaliscəsinə axirət yönümlü idi, xüsusiyyətləri də saydıq ki, hansılarıdır. Lakin üçüncü kateqoriyası da var bunun. Bir iradə növü də var ki, haqqa yönəlik, xalis haqqa yönəlik iradə növü. Birinci forması budur ki, hər iki aləmi ayaq altına almaqdır. Yuxarıda buydu ki, dünyanın artması üçün, ikincisində buydu ki, din kəlməsini biz bizdə daxili inkişaf mənasından, psixoloji inkişafına, mənəvi inkişafı mənasında gətirdik. Bütün o inkişaf sağlamlığın üçün dünyasından keçməyi bilir. Lakin haqqa yönəlik iradət növündə xüsusiyyəti budur ki, ümumiyyətlə o üçün nə dünya, nə axirət heç birinin mənası qalmır. Yalnız və yalnız bayaq qeyd elədiyim, axirət kəlməsini ki, izah elədiyim, əslində həmin o məna burada özünü tapır. Yəni nə mən əvvəl, nə indi, nə sonrası yox. Bütün bu zaman çərçivəsi, dünya, axirət, əvvəl, axır kəlməsi mənim üçün mənasını itirir. Mənim üçün dediyim, yəni inşallah ki, hər birimiz bu haqqa yönəlik iradət növündə olaq. Böyük iddiadır budur ki, mən deyəm ki, mən bu formadayam. Əgər insan edə bilsə ki, hər iki aləmdən keçə bilsin, yəni bütün yaxşılıqların, bütün iradəsini onun üçün eləməsin ki, məsələn, nə isə əldə eləyəcəm, nəsə mənə verəcəklər. Yəni heç qərar deyil, nə isə əldə eləsin. İkinci məsələ ki, var idi burada dərvişlərdən birində üz çevirirdi, birində onlarla oturub dururdu. Burada ümumiyyətlə xəlqdən azad olmaqdır. Yəni insanlardan mütləq şəkildə ümidi kəsmək, lakin sevgini itirmədən, mərhəməti, eşqi itirmədən, bir növ artıq onun üçün nə dərviş, nə zəngin, heç birinin mənası qalmır. Yəni artıq onlardan keçib, zehn artıq onların üzərində qalmayıb ki, mən məsələn gedim kasıbla oturum, üstü torpaqlı insanla oturum ki, psixologiyam yaxşı olsun, mənəviyyatım yaxşı olsun, axirətim yaxşı olsun. Yəni bunlardan belə keçib. Sanki İmam Əli İslam ki, qeyd edir, mənim ibadətim nə behiştin üçün, nə də cəhənnəmin üçün deyil. Nə behiştinin, belə deyək də, mükafatı, nə cəhənnəminin qorxusu üçün deyil. Yəni artıq insan bütün mənfəətlərdən qırılır. Xəlqdən azad olmaq və yaxud da hər iki aləmdən azad olmaq budur. Yəni sənin iradətin və iradən, istəyin ancaq bunun üzərində formalaşır ki, öz məniyyətindən belə xilas olub, bütün istəklərinin istiqamətin yalnız yaradana bağlaya biləsən. Keçə biləsən özündən. Bu da bir məqamdır ki, iradə mövzusunda, iradət mövzusunda gəlib çata biləcəyimiz, inkişaf edəcəyimiz
məsələlərdəndir. Bu məqama, bu mərtəbəyə gəlib çatanda bir sıra hallar baş verə bilər və bu hallar da məxsusdur göndərilmiş xüsusi elçilərə, məxsusdur yaradanın özünə. Yəni yaradanın özü üçün fərqi yoxdur ki, Ər-Rəhman və Rəhim fərqi yoxdur, kafir olsun və ya gecə namazı qılan olsun, fərqi yoxdur olsun. Artıq bu davranışda olan insan ilahi simaya bürünə bilir. İradəsi olur elə Allahın öz iradəsi. Və bu iradədə olanda olur kun feyəkun. Yəni nə desəm, ol desəm olsun. Bu mərtəbədə olur. Yəni artıq insan keçə bilir, öz egosunun azadlıq mərhələsindən keçə bilir. Və buradadır ki, bizim öncə qeyd etdiyimiz ego kəlməsinin self kəlməsinə tabiçiliyidir. Yəni biz özünü inkişafdan danışanda demirik məni inkişaf, deyirik özünü inkişaf. Bu iki kəlmə bir-birinə fərqlidir. Və ya da self-esteem ki, deyirik özünü dəyər, özünü tanıma. Demirik mənini tanıma, demirik mənini dəyərləndirmə. Orada məsələ lovğalıqdan, məsələ özün yuxarı bilməkdən getmir, özünə dəyər vermək. Yəni öz dəyər orada, self-esteem orada elə ilahi simaya bürünmüş. Yəni orada keçən insanın izzətli olması o izzətdən gedir ki, ələ izzətu lillah. Allah izzətindən bəhrələnmiş izzətdən gedir söhbət. Və bunun dalıcan biz baxıb araşdırırıq görək ki, digər irfani mənbələrdə bu iradə kəlməsi necə işlənib. Məsələn, Qəzzalidə gətirir ki, qəlbin istiqaməti, şuurun seçimi və varlığın yönümü kimi məna verir. Qəzzali ümumiyyətlə insanda 3 daxili qüvvədən danışar. Deyərdi ki, insanın daxilində bir qüvvənin adı şəhvətdir ki, hansı ki bu şəhvət istəklər deməkdir. Fərqi yoxdur. Ola bilər yaxşı, ola bilər pis, ümumiyyətlə şəhvət yəni istəklər. İkinci qüvvənin adını qoyardı qəzəb qüvvəsi. Bu qəzəb qüvvəsi də reaksiyalardır. Bəzən müdafiə reaksiyalardır və ya müdafiə mexanizmləridir. Bu qüvvənin adını qoyardı qəzəb. Üçüncü qüvvənin adı ağıl qüvvəsi idi. Bu ağıl qüvvəsini də oxuyarkən baxıb görürük ki, yəni əgər sual versək ki, iradə bunun harasındadır, hansındadır, baxıb görürük ki, ağılın istəkləri yönləndirməyi bacardıqda özün boğmaq yox, özün tərbiyə etmək üçün. Yəni ağıl elə ki, yuxarıda keçən şəhvət mövzusu ki, işarə elədik istək mənasında və yaxud da qəzəb reaksiya mənasında elə ki, ağılın istəkləri yönləndirməyi bacarsa və boğmasa, bastırmasa, tərbiyə etmək kimi istifadə edə bilsə, olur hələ iradənin özü. Və Qəzzali deyərdi ki, iradəsi zəif olan insanın ibadəti çox olar, amma yolu həmişə qısa olar. Yolu yəni qısa olar, yəni həmin o yol dediyimiz din mənasında, inkişaf mənasında, rahatlıq mənasında. Yəni baxarsan görürsən ki, gecə-gündüz məsələn ibadətindədir, amma rahatlığı yoxdur, ləzzəti yoxdur Qəzzaliyə görə. Biz bunu psixoloji paralellərlə də əlaqələndirə bilirik ki, motivasiyalı olmaq həmişə iradəli olmaq deyil. İradəli olmaq progresli istəyir, davamiyyət istəyir. Hansı ki, çevrilsin artıq olsun sənin daxili strukturun, sənin varlığın özü. Yəni sən olasan həmin o istədiyin özü. Şeyx Suhrəvərdi, Şeyx İşraq deyirlər buna, Nur silsiləsində bu iradə mövzusu nurun səviyyəsi ilə qiymətləndirilirdi. Və qeyd edirdi ki, 3 növ iradə mövzusuna baxış verirdi. Zəif nur dünyavi iradədir, orta nur axirət yönümlü iradədir, saf və xalis nur isə haqqa yönümlü iradə idi. Və insan istəklə yox, nur səviyyəsi ilə tanınır. İradə olmayan insanın qaranlıq deyil, sadəcə hələ oyanmayıb deməkdir. Suhrəvərdi bu cürə məna edərdi. Viktor Franklın iradəyə verdiyi məna anlayışı, çünki müasir psixologiyaya biz baxanda görürük ki, iradə mövzusu çox işlənməmiş bir mövzulardan biridir. Bir neçə nəfərdən başqa, məsələn Jung kimi və yaxud da Erikson kimi bunların əsərlərini tapmaq olur. Viktor Frankl o psixoloqlardandır ki, qeyd edərdi ki, həzz iradəsi, ləzzət iradəsi Freydə görə idi. Güc iradəsi Adlerə görə idi. Viktor Frankla görə isə məna iradəsi idi. Yəni insan səbəbi bildikdə hər çətinliyə dözə bilir. Elə ki, dözə bildiyinin səbəbini tabildir. Və qeyd edərdi ki, mənasız əzab travmadır, mənalı əzab isə inkişafdır. Və buna görə də sağlam həyat tərzi baxımından da iradə məna ilə qidalanır, verdiyimiz məna baxışı ilə qidalanır, nəinki motivasiya ilə. Çünki motivasiya bir yerdə düşə bilir, amma o verdiyimiz perspektiv, verdiyimiz o bizim üçün məna anlayışı daha da qalıcıdır. Düşünürəm ki, vaxtımızın uzanmaması üçün bura qədər kifayət edək və xülasə olaraq, əziz və dəyərli kitabsevərlər, biz keçdiyimiz silsiləvi 5 meydanda gəlib çatırıq bir mövzuya ki, artıq bu niyyət deyil, artıq bu istək deyil. Yəni, yerində qalmaq deyil, yola düşməkdir.
Hansı ki biz bunu öz həyatımızda görə bilirik iradə mövzusunu. Düzdür, baxıb görərik ki, bir çox hallarda içimdəki dünyamla qıraqdakı təcrübə etdiyim dünya arasında ziddiyyət var. Rahatlığım yoxdur, aramlığım yoxdur, hüzurum yoxdur. Bunu yaşaya bilərik. Amma bu görüşümüzün, yəni bu meydanın əsas missiyası bundan ibarətdir ki, bizə başa salsın ki, bu ki deyir, qeyd olunur niyyətin hara, mənzilin ora. Təbii ki, niyyət önəmli bir məsələlərdən biridir. Yəni önəmsiz deyil. Hətta mən öncəki danışığımın əvvəlində də buna işarə elədim ki, baxdıqlarımız bizdə, zehnimizdə düşüncələr yaradır, o düşüncələr bizdə niyyətlər, istəklər yaradır, o istəklər bizdə danışıqlar yaradır. Bunların hər birinin öz yeri var və önəmli də yerləri var. Lakin iradə mövzusu o mövzulardandır ki, o niyyətlərdəndir ki, artıq onun üçün biz yola düşmüşük. Ona görə baxaq görək bu həftəmiz ki, iradə həftəsi adlanacaq bizim üçün. Baxaq görək hansı yerlərdə, hansı mövzularda, istər sağlamlıqda, istər ailə münasibətində, istər mənəviyyatda, istər iqtisadi, maddi baxımdan və yaxud da təhsil və agahlıq, yəni həyatımızın müxtəlif bölmələrində baxaq görək mənim iradə etdiyim hansı istiqamətdədir ki, mənə əzab verir. Mənim istəyim deyil o, mən rahat deyiləm o üçün. Çünki bu dərsin nəticəsində biz öyrənmək istədik ki, bu agahlığı tapmaq istədik ki, hər nə məndə varsa, bu dünya onu mənə göstərir və bu da ədalət prizması ilə üst-üstə düşür. Bu da o deməkdir ki, mənə zülm olunmur. Həyatımdakı həyat yoldaşım, nə məhəlləmdəki qonşum, nə qohumum, nə əqrabam, nə dövlət, heç kəs mənə zülm eləmir. Mən nəyəm ki, xəyanət görürəm, mən nəyəm ki, sədaqətdən uzaq qalıram, mən nəyəm ki, pisliklər görürəm, ayağımın altı qazılır. Məndə nə var ki, kainat onu mənə göstərir. Və bu da günahlandırmaqla deyil, özümüzü günahlandırmaq üçün deyil. Bu da onun üçündür ki, başqa yerdə axtarmaqdan əl çəkək, başqalarının günahlandırmaqdan əl çəkək və dərk edək ki, mən nəyəmsə, iradətim hansı istiqamətdədirsə, kainat onu mənə qaytarır. Həzrət Mövlana burada deyərdi ki, İncihan ku həsto fe'limanida. Bu kainat deyir, bir dağa bənzəyər, bizim də davranışlarımız, həmin o yolumuz, iradəmiz sanki bir nida, bir haykırı, bir nida odda qışqırmaq. Biz nə qışqırırıqsa, Lalıcan deyər ki, su yema ayət, nidaha və səda. Bizə tərəf qayıdacaq bütün o nidalar və sədalar. Sanki deyəmirsən dağ ətəyində, rayon yerində yaşayanlar bilərlər. Sən qışqırırsan, ehey. Sən bir də ehey deyirsən, səs yamsılır, yəni əks səda verir. Sən bir dəfə deyirsən, 2 dəfə, 3 dəfə, 5 dəfə, 10 dəfə sənə qayıda bilir. Bu dünya da bəzən odur. Bizim içimizdəki bəzən dünya 1 dəfə, 2 dəfə, 10 dəfə, bəzən də ta ki başa düşənə qədər bizə qaytarır. Xoş halımıza ki, xoş o insanların halına ki, bu özümüzə qaytaran hallardan agahlıq və fərqindəlik tapaq, dərk eləyək və bu gün də duamız bu olsun ki, ilahi, sənə təşəkkür edirəm bu agahlıq və bu nuru bizim üçün açdığın üçün, bizə vasitə yaratdığın üçün ki, bunun fərqinə varaq ki, bütün baş verənlər, bütün əldə etdiklərim bimaqəddəmə əydihimdir, yəni öncədən mənim yolladıqlarımdır və mənim yolladıqlarım da iradə etdiyim mövzulardır, addım atdığım, yola çıxdığım hadisələrdir ki, başıma gəlir. Və bu günə qədər başqalarını təqsirləndirmişdim, başqalarının yaxasından tutmuşdum. İlahi, təşəkkür edirəm bu kodu mənim üçün açdığın üçün, bu dərki, bu fəhmi mənə verdiyin üçün və səndən diləyirəm, dua edirəm, bizə güc qüvvət ver. Tez keçən, əcələsi olan mövzulardan yayına bilək. Dünyamızı anımıza, ləhzəmizə, axirətimizə satanlardan sataraq ziyan görməyək. İlahi, biz niyyət etmişik, burada yığılmışıq bir ovuc insan elin günün bu vaxtında, fəslin bu vaxtında. Niyyətimiz də budur ki, bu anımızı, bu zamanımızı xərcləyək, bir mənəvi məqamlardan, meydanlardan istifadə edək və bir mənəvi inkişaf yaşayaq. Hər birimizin arzusu və niyyətləri var. İlahi, fərq etməz dünyamız üçün olsun, fərq etməz səmavi və ruhani istəklər olsun, mənəvi istəklər olsun. Burada olan və bu səs yazsın dinləyəcək yoldaşların hər birinə həm dünyasının, həm axirətin əta etmir. İlahi Pərverdigara, ən fundamental ehtiyaclardan, fizioloji və bioloji ehtiyaclardan başlayaraq, qidadan, libasdan, təhlükəsizlikdən başlayaraq, bu cəmin, bu səs yazsın dinləyən insanların ehtiyaclarını qarşıla və nəticə etibarilə bu insanları o qüllədə olan özünü aktuallaşdırmaq və mənəvi istəklərə çatan mərhələyə çatdırğına fərqinə vara bilsinlər ki, və fərqinə vara bilim ki, canımı qoyduğum, qorxduğum, narahat olduğum, stres yaşadığım anlar ki var idi dünyam üçün, birdən ac qalaram, birdən üryan qalaram, nə qədər boş və puç idi. İlahi, bunu mənə dərk etdirmək üçün
məni o mənəvi inkişafa doğru hərəkət etdirginən, mənə o agahlığı dadızdırginən ki, çata biləm sənin özünə ilahi və çata biləm o məqama, o dərəcəyə ki, sənin huzurundan başqa, sənin nazirliyindən başqa, sənin davamlı olaraq, sənin an olaraq mənim yanımda olduğu görməyin aramlığın mənə bəxş etginən. İlahi, sənin yanımda olduğunun rahatlığıyla mənə huzur verginən, daxili sülh aramlıq verginən. İlahi, həmin anda bu səs yazısında izləyən, dinləyən yoldaşlara qismət etginən ki, içlərində bir sevinç, mərhəmət, eşq formalaşsın ki, həmçində tövbə etsinlər o anları üçün ki, bağışla ilahi, narahat idim, bir vaxtlar ki, görərsən ac qalacam, üryan qalacam, səndən başqa istəklərim üçün bağışla, başqalarını günahlandırdığım üçün bağışla, başqalarından tamaq gözü ilə baxdığım üçün bağışla. İlahi, bu gecələri bizim üçün inkişaf, həm psixoloji cəhətdən, həm mənəvi cəhətdən yüksəliş günlərimizdən say. Təşəkkür edirəm Rəbbim, təşəkkür edirəm burada olan və dinləyən bütün yoldaşların hər birinə. Gecəniz və gündüzünüz xeyirli olsun. Allah əmanət olun.